inhalator artıq çox adamların evlərində var. Sadəcə bir şeyi nəzərə almaq lazım. Və bunlar da çox gözəl bir vasitədir inhalator. Niyə görə? Sizin verdiyiniz dərman birbaşa bronxa yerli təsir edir. Yəni orqanizmə digər yan təsir vermək şansı azalır. Sıradan siz uşağa bir tablet verdiyinizdə o tablet mədəyə gedir, qana sovrulur, oradan qaraciyərə gedir, parçalanır. Ondan bir balaca bir qismi gedir bronxlara, ya çatır, ya çatmır. Ancaq inhalatorla verdikdə yerli təsir olur. Amma burada da yenə bir əmma var. İnhalatorların içinə tökdüyümüz o maddələr, onlar dərmandır, kimyəvi maddədir. Və bunlar həkim nəzarəti olmadan verilməməlidir. Çünki siz düşünə bilərsiniz ki, bu öskürəkdə bu dərman yaxşıdır. Məsələn, steroidlər var, hansılar ki, asma xəstələrinin çox gözəl fayda verir. İnhalyasiya edirsən, çox yaxşı yerli ödemi götürür. Niyə? Burada infeksion bir proses getmir. Amma infeksion bir xəstəliyi olan uşaqda bunu verdikdə, steroidlərin yerli immuniteti zəiflətmək kimi bir xüsusiyyəti var. Onlar yerli immuniteti salır, proses daha uzun ola bilər. Düzdür, valideyn xoşbəxt olur. İnhalyasiya zamanı o klinik əlamətlər keçir. Qıcıqlanma olmur, uşaq rahat olur falan. Amma bu müalicə deyil. Bu sadəcə malalamaqdır. Bu sadəcə aldatmaqdır. Ona görə o dərmanlardan istifadə eləmək olar. İnhalatorlar çox vacibdirlər, çox evlərdə olması çox. Amma mütləq ki, həkim nəzarəti altında. Mütləq ki, həkim. Çünki mənə bəzən insanlar nə deyir? Bəzi valideynlər, analar bilirsiniz, yaradıcıdırlar. Onlar özlərindən bir dərmanlar kəşf edirlər. Plan şey buna qatdım, o bizi də deksametazonu belə elədim, eofilini belə elədim, tökdüm oramsın. Buxar verir uşağa, indi ölmürsə uşaq sevinir ki, məsələn, ya, amma bu doğru yanaşma deyil. Həkim olmalıdır, pediatr və o patologiyaya görə verməlidir. Yəni bir şeyi bütün valideynlər nəzərə alsınlar. Uşaq bərkdən öskürür, bəlğəmli, xırıltılı öskürür. Bu infeksion bronxitdə ola bilər, allergik bronxitdə ola bilər, asma xəstəliyi də ola bilər, nə bilim, tamam başqa pnevmoniya da ola bilər. Yəni bunların hamısı ola bilər və hər birinin müalicəsi tamam ayrı-ayrıdır.